Aleyküm selam ve rahmetullahi ve berekatuh. Başına sədəqə sözü ifadəsi barəsində sual verilir. Yəni xalqımızın ağzında məşhurdur. Birinin evində bir heyvan öləndə ya bir hadisə baş verəndə, bir şey yandı, bir şey sındı, deyirlər ki, başına sədəqə. Yəni sədəqən olsun da. Bu söz nə qədər doğrudur? Sualın cavabına gəldikdə. Deməli, evdə bir hadisə baş verdisə, bir heyvan öldü, yəni bir şey sındı, birinin bir qıçı sındı, bir hadisə olanda başına sədəqə sözü düzgün söz deyil. Bu ifadə düzgün ifadə deyil. Sadaqa nə deməkdir? Sadaqa könüllü vergidir. Könüllü vergi. Yəni bir insan görür ki, geyimimin biri çoxdur, onu Allah üçün birinə verir. Ya da yeməyi çoxdur, yeməyini kiminləsə paylaşır. Buna deyirlər sadaqa. Pul da ola bilər, geyim də ola bilər, gözəl söz də ola bilər, hər nə ola bilər. Yaxşı hər nə ola bilər. Amma birinin evində heyvan ölübsə, eybi yox, başına sədəqə demək doğru deyil. Çünki bu könüllü deyil ki, bir. İkinci, burada heç nə sədəqə vermədin ki, heyvan öldü getdi. Bunu diriyken kiməsə versəydin, bu olardı sadaka. Heyvan ölüb, bu sadaka olmur, belə sadaka olmaz. Bu ifadə düzgün ifadə deyil. Bəs bu vaxtı biz həmən adama nə deyək? Birinin evində hadisə baş verdi. Nə deyək ona? Bəli, ona de, günahlarına kəffarə. De, Allah bu işi günahlarına kəffarət etsin. Yəni, günahlarının cəzası bununla ödənsin. Bəli, bu duadır. Bunu deyərlər. Daha başına sədəqə nədir? Heyvan ölüb, sədəqə nədir? O ölüb. Ona görə sözü, ifadəni düzgün demək lazımdır ki, həm dua olsun, həm də ki, bizdən sonrakılara doğru bir yol qoyaq. Sədəqə könüllü vergidir. Özün verməlisən. Bu isə ona daxil deyildir. Deməli, burada deyiləcək ən doğru söz günahlarına kəffarə olsun deməkdir. Selamun Aleyküm.